tələbə adını qazananların ən gənci cəmi 15 yaşındadır. Məmmədli Gülşən Rəşad qızı 621 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin stomatologiya ixtisasına dövlət sifarişi ilə qəbul olunub. 15 yaşında tələbə olan Gülşən indi uşaqlıqdan qurduğu arzuların ardınca yeni bir yola çıxır. Qarşıda isə onu universitet həyatı, yeni məsuliyyətlər və böyük hədəflər gözləyir. Gəlin qəhrəmanımızla yaxından tanış olaq. Salam, necəsiz? Salam, çox sağ olun. Mən Məmmədli Gülşən, Naxçıvan Dövlət Universitetinin stomatologiya ixtisasına dövlət sifarişi ilə qəbul olmuşam. Evdəydim, elə anam manatım təzə çıxmışdı evdən, tək idim, sözü bacımdan idim. Təbii ki, belə qəribə, sevincli, fərqli, yəni qarışıq duyğular idi. Ən gənc tələbə olduğumu bilirdim, çünki özüm də eksternat imtahanını vermişəm. 3-cü sinifdən 4-cü sinifə keçmişəm. Yəni sentyabrdan yanvara kimi 3-cü sinif oxumuşam, yanvardan iyuna kimi 4-cü sinifə oxumuşam. Ona görə də 11 il yox, 10 il təhsil almışam. Bunu bilirdim, amma bu qədər insanlar tərəfindən maraqlı olacağını gözləmirdim. Mənə özümə də biraz sürpriz oldu. Ən böyük motivasiya ilə məndən çox dəstəkləyən valideynlərim olub. Sağ olsunlar, yəni hər yolda arxamda olublar. Ailəm, nənəm, babam, valideynlərim hamısı mənə tam dəstək veriblər. Ona görə də gözləyirdilər məndən bu nəticəni. Hətta daha artıq da ola bilərdi. İndi qismət belə oldu. Gözlədiyimiz bir şeydir, yəni. Ümumiyyətlə uşaq vaxtından tibb sahəsinə qarşı bir meylim olub. Ora çox maraqlanmışam. Uşaq vaxtı elə bilirdim ki, həkim ancaq pediatr olur. Yəni çünki uşaq həkimi görmüşük də uşaq vaxtı. Sonradan öyrəndim ki, tibbin müxtəlif sahələri var. Yəni tibb, stomatologiya da müxtəlif sahələri var. Hərəsinin öz dərnəyi var. İndi qismətim stomatologiya oldu. Naxçıvan Dövlət Universitetini bitirəndən sonra təbii ki, mən də istəyərdim ki, öz ixtisasım üzrə daha da professional olum. Ona görə də Almaniyada rezident oxumaq istəyərdim. Amma ondan sonra ölkəmə qayıdıb ölkəm üçün xeyirli bir həkim olmaq istəyirəm. Hazırlığa hər tələbə kimi 10-cu sinifdə başlamışam. Hazırlıq vaxtlarına dostlarla vaxt keçirməyə vaxt tapmaq olur əlbəttə ki. Yəni təbii ki, hər gün olmasa da, həftədə bir dəfə ya da ayda bir dəfə. Ümumiyyətlə hazırlıqda da zaten dostlarınızı görürsüz. Belə ayrıca vaxt keçirməkdə də vaxt tapmaq olar. Ən başda onu tövsiyə edirəm ki, çox ruhdan düşməsinlər. Çünki başa düşürəm 2 il həqiqətən az müddət deyil, həm də yorucu bir müddətdir, amma ruhdan düşməsinlər. Çünki bu 2 il yəni qurtarır, ondan sonra həyatlarının ən qəşəng və ən gözəl bir səhifəsi açılır onlar.